Xırt-xırt badımcanın ən asan, ən ləzzətli üsulunu göstərirəm. Bazarın ən tumsuz, balaca badımcanlar götürürsünüz, nazik badımcanlar. Çünki onlar acı olmurlar. Suda saxlamıram, qətiyyən saxlamıram. Duz vururam, badımcanın qabığını soyandan sonra duzlayıram, kraxmallayıram. Yəni duzu vuran kimi də kraxmalını vururam ki, suyu çıxmasın. Onda yumuşalır badımcan, tez yumuşalır. Duru yağ tökürəm qazana, tavaya, fərq eləməz. Yağ tam qızandan sonra badımcanları yağda o üz bu üz qızardıram. Əgər yağı soyuq halda badımcanları əlavə eləsəz, onda badımcan xırt-xırt olmayacaq. Və salam, kənarda da pomidorları doğrayıram. Göy soğan, duz vururam, sweet chili sosu vururam, küncüt vurub badımcanları yığıram üstündən. Eyni qayda yenə sos və küncüt əlavə edirəm və salam. Belə, baxın, belə çox ləzzətli bir salat ərsiyə gəlir. Asan və ləzzətli.